Azərbaycanda saatlıq əmək haqqı sistemi tətbiq olunacaq. Bu, maaşlara necə təsir edəcək? Gəlirlərimiz azalacaq ya artacaq? Sualımızı iqtisadçı deputat Vüqar Bayramov cavablandırıb. Saatlıq minimum əmək haqqının tətbiq edilməsi vətəndaşlarımız üçün həm bütövlükdə bir neçə yerdə işləmək baxımından vacibdir. Çünki bu vətəndaşlarımızın bir neçə iş yerində çalışmasına və daha yüksək əmək haqqı almasına gətirib çıxara bilər. Çünki nəticə etibarilə saatlıq minimum əmək haqqının tətbiq edən ölkələrin praktikası göstərir ki, bu bütövlükdə vətəndaşların, işləyən vətəndaşların əmək haqqlarının artmasına təsir göstərir və xüsusən də əmək müqaviləsi ilə çalışan vətəndaşlarımızın əmək haqqlarına təsir göstərir. Digər tərəfdən bu həm həftə sonu, eləcə də iş saatlardan sonra, o cümlədən bayram günü işləyən vətəndaşların daha yüksək tariflə əmək haqqı almasına və nəticə etibarən onların maaşının artmasına gətirib çıxarır. Bu eyni zamanda işçilərin sosial hüquqlarının qorunması baxımından vacibdir. Çünki nəticə etibarilə bu artıq çalışılan hər saata görə əmək haqqı ödənilməsi anlamına gəlir. Qeyd edək ki, Azərbaycanda saatlıq əmək haqqı sistemi tətbiq olunacaq. Bununla bağlı qanunvericilikdə dəyişikliklər nəzərdə tutulub.